Deməli sonra yəni əvvəlki videolara baxmısınızsa bilərsiniz bu ardıcılıqla gedən bir şeylərdirlər. Yenə məlumat kitabçasında, məlumat kitabçasında biz nomenklatura yarada bilərik. Yəni bizdə nomenklatura, bizdə xidmətlər, o da nomenklatura gedir. Yəni ki, bu xidmətlər bizdə xərcə düşənlərdir, bir də mallardır. Biz məsələn mal yaradırıqsa, yaratmaq eləyəndə biz yaradırıq hansısa bir nomenklatura. Adını qoyuruq, məsəl üçün, nə bilim, saqqız qoyaq da adını məsəl üçün də. Adını qoyduq saqqız, fərq eləmir nədə. Ən əsas şərt 1S-də, buna çox vaxt diqqət yetirmirlər. Mallar və məhsulların, yəni 1S-də birinci provodkaları bilmək lazımdır. Mallar və məhsullar bizdə 205.01-dir, əsas ambardır. Saqqızı biz buraya vahidini də seçdik. Bütün hamısını göstərməyə də biz vahidi seçdik. Məsələn, ədədlə də saqqızı almışıq da. ƏDV ilə seçirik, ƏDV seçirik. Mallar məhsullara versək biz bunu da. Mallar məhsullar bu adi əsas ambardır, 205.01-dir. Əsas ambarın provodkası da. Yox, biz əgər saqqızı burada seçə bilərik. Saqqız xüsusi geyimdirmi, avadanlıqdırmı, bizdə saqqız yarım fabrikatdırmı, nə bilim nədir, o hamısının öz provodkası var. Biz verdik mallar və məhsulları 205-ə. Biz saqqız yaratdıq. Onun kimi siz bütün nomenklaturada yarada bilərsiniz birbaşa buradan. Xidmətlər üzrə, əgər xidmət nomenklaturası yaradırsınızsa, nomenklaturada, xidmət yaradırsınızsa, siz xidmətləri bu proqramda deməli 6 layihə üzrə xidmətlər qurulubdur. Yəni bu başqa proqramlarda yoxdur. Burada əgər tikinti üçün istifadə edirsinizsə, burada layihədə görünən xidmət və işlərin xərcləri var, layihə üzrə yük daşıma var. Yəni ki, bunların hamısı olandan sonra burada bütün, yəni belə deyim də, xərclər hamısı bölünüb, EDSL, DZM, xidmət icarədir, nə bilim, rabitə hamısı bölünüb. Lazım olanda proqram imkan verir yeni xərcləri yaratmaq, yəni ki, hamısı öz provodkalarına düşsün. Statistika üçün siz görə bilərsiniz ki, tək bir 701-ci xərclərdə, 7-ci xərclərdə hamısını opşu görməyəsiniz. 707-ci, yəni 711-də, yəni 711-də, 721 inzibati xərclərdə. Siz burada hamısını opşuda görə bilirsiniz və hamısını ayrıca görə bilirsiniz. Yəni mənim 701-də xərclərim var 100.000, opşu göstərir proqram, bütün o biri proqramlar göstərirlər. Amma onun içində mənim o 701-in içində o 100.000-in mənim hansı xərclərim var? Mənim orada xərclərim var, məsəl üçün mənim ezamiyə xərclərim var, mənim nə bilim nə xərclərim var, mənim yol pulum var, qonağa və restoran, xərcə düşənlər, hamısı düşürlər oraya bir-bir. Onlar hamısı da buradakı kimi gördüyünüz kimi hüquq, xidmət, icara haqqıdır, mühafizə haqqıdır, rabitədir, server haqqıdır, telefon, nə bilim, yük daşıma edirsə, hamısını görürsünüz burada, onlar hamısı düşürlər xərclərə.